Adın nədir sən? Aytaç. Neçə yaşın var? 9. Məktəbə gelsən? Niyə? Ne bileyim. İstəməzsən məktəbə getmək? İstəyirəm. Bəs niyə getmirsən? Anam koymuş. Niyə qoymur ana? Pulumuz yoktu. Atan yoxdur sənin? Hardadır? Gedib bizi. Niyə? Ne bileyim. Harda qalırsınız siz? Mektebatta. Neçə uşaqsınız? 2. O biri bacın. Bir bacım anamın yanındadır. Bəs sən niyə məktəbə getmirsən? Bilmək olar. Anamdan soruşmaq lazım. Sən işləməyə kim məcbur edir? Anam. Niyə? Ne bileyim. Özü işləmir mamanın. Və atan? Atam atıp gidip bizi. Bəs sən mamaya demirsən ki, mama, mən bu yaşımda mən oxumaq istəyirəm, mən işləmək istəmirəm. Anam da koymur axı pulu yoktu. Necə yəni? Bəs sənin anan niyə özü işləmir ki, səni məcbur edir? Körfəsi var axı əlində. Sən qohumların yoxdur ki? Yok. Necə yəni yoxdur? Hamı özünə görədir. Mamanın yanına apara bilərsən bizi? Hə. Hamı, siz o uşağın anasısınız. Bəli. Bəx biz uşaqda müsabiqə götürdük. Və uşaq dedi ki, mən məktəbə getmirəm. Və bilmək olar ki, niyə getmir? Bilmək olar deyəndə ki, mənim həyat vəziyyətim pisdir. Yəni özüm kirədə qalıram, gəlir yerim yoxdur. Əlimdə də körpə uşaq var. Yəni birinci sinifə gedib, oradan çıxıb gəldik rayondan. Elə burada işlədik, biraz başımız qarışdı, nəysə işləməyə zada. Sonra bu uşaq oldu, ondan sonra vəbşə biraz vəziyyət, biraz yox, vəbşə çox pis oldu vəziyyətimiz. Məcburuq semçika sataq. Sonra Axı o uşaq körpədir, 9 yaşı var hələ onun. Mən ondan soruşuram ki, məktəbə getmək istəyirsən, o deyir ki, istəyirəm, amma anam icazə vermir. Ana icazə vermir deyəndə ki, ana onun əyni var, başı var, onu səhər aparıb məktəbə qoymaq var, məktəbdən gətirmək var. Yəni öz başına buraxmaq olmaz onu. Məsələn, uşaqdır da, bir də anamı istəyirəm, durdu çıxdı gəldi məktəbdən. Siz harasa müraciət etmişsiniz iş barəsində? İş barəsində yox, mənim əlimdə körpə uşaq var. Mən işləmək istəsəm, yəni Bakıda iş çoxdur. Yəni uşaq var əlində, körpə uşaq var. Yəni mən harasa qoya bilərsiniz, məsəl üçün kiminsə yanına. Qohum yoxdur sizin? Yox, burada yoxdular, hamı rayondadır. Hə, belə. Yəni mənim evim yoxdur, kirədə qalıram. Yəni çıxdı ki, sizə bu uşaq baxır da, bu körpə baxır. Yox, o baxmır. Mən onu tək qoysam, valla o başı buraxma neyniyər heç nə. İraq olsun, başına bir pis iş gələr. Yaxşı, indi siz belədir. Yəni kirədir, evimiz yox. Müraciət eləmişəm dövlət başçımıza, Mehriban xanıma müraciət eləmişəm. Yəni heç bir yerdən kömək yoxdur. Hamı deyir, rayona propiskasan. Yəni orada da mənim, yəni mən orada propiskada, yəni atamın da himayəsində deyiləm. Yəni mən elə belə, yəni yalançı Azərbaycanlı kimi sayılır. Yəni qalmaya yerim yoxdur. Yəni evim olarsa, gəlir yerim olarsa, yəni müvəqqəti, məsələn gələn ilə qədər. Uşaq biraz böyüyəndən sonra məsələn mən özüm işləyəcəm. Yəni uşağımdır, məsələn uşaqlarımdır, mən uşaqlarımdan bezməmişəm ki. Yaxşı, bu uşağın ümidləri necə olacaq? Ümidləri puç olur. Qızımın. Yox, onun niyə